Bu 2 nəfər hələ indi hə yazır. Da 2 nəfər hə yazırsan, bilirəm, bir neçə dəfə də yazırsan. Buna bax. Dayanmadan Elçi bəy sevirsənmi? Hamı yox yazdı. Bir nəfər buna bax. Cancat var ha, Cancat. Cancat 31. Cancat 31. Buna bax. Gör neçə də yerdə yazıbdır. Hə. Ay, Cancat bəsdir. Hadi bir də Elçi bəy burada bir sevən var, bildik. Sev. Ged oğlunu da sev. Gör heç oğlunu Mehriban Əliyeva yaxın buraxır mı sana? Heç gör oğlunla nazirdən görüşə bilərsən. Elçi bəyin, o keçi bəyin oğlunla görüşənməzsən. O birbaşa Mehribanın himayəsində də. Daydallah. Ay daydallah. Ay. Vah. Nədən bax? İndi isə məsuliyyətsizliyin lap kökünə qaydaq. Əvvələ, Əbülfəz Elçi bəy hələ prezident deyil. 1992-ci ilin aprelidir. O, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin 215 KL studiyasının suallarına cavab verir. Mövcud hakimiyyəti tənqid edən AXC sədri, müxbirin prezident olsaydınızla başlayan sualına cavab verir. Ben birincisi bu vaxtda hiçbir zaman Allah eləməsin mənim başıma öyle şey gəlsin, mən prezident olum. Mən özü öyle doğrudan mən prezident olmaqda böyle xəyalimdən keçməyib. Heç fikrimdə də yoxdur öyle bir şey. Cəmi 2 ay sonra adam prezident olacaq. Xəyalından keçirmədiyi, Allah eləməsin ki başıma gəlsin deyə arzulamadığı bir hadisə başına gələcək ya da gətiriləcək. Baxın, məsuliyyətsizliyin rüşeymi hardadır? Daha sonra ise başka bir cevap eşitdik. Azerbaycan ordusunun yaradılması ile bağlı. Ben öncə bu üçün deyək ki, mənim müəyyən qədər səlahiyyət olsaydı, ben hiç şey demiyorum. Müdafiə Nazirliyi müəyyən ixtiyarı mənə versəydi. Yani bir ay içerisinde Azerbaycan milli ordusunu yaratardı. Bir ay. Artık lazım değil bu. Ve prezident olmak istemeyen ama bir aya ordu yarada bileceğini qətiyyətlə iddia eden şəxsin düz bir yıl vaxtı oldu. Yaratdığı ordu ise bu idi. Məsələn, 709-cu hissə. Baxmayaraq ki, Azərbaycanın könüllüləri, döyüşə yalın əllə gedən cəsur övladları, cəng improvizatorları onda da var idi. Onda da çox idi. Ölümünə idi. Amma məsuliyyətsiz, qeyri-ciddi bir iktidarın zamanına düşmüşdülər. Səviyyə o değildi. Elçi bəyin öz dilindən eşidək. O və ətrafındakılar hansı səviyyədə idilər? Mən həmişə deyim, biz orta məktəb müəllimi və siyasətdə orta məktəb müəllimi səviyyəsindəyik. Deməli, Elçi bəy orta məktəb səviyyəsində olduğunu bilirdi və onu da bilirdi ki, xalqa rəhbərlik eləyə bilməz. O bacarığın sahibi deyil. Elçi bəy Süleymanovla Bakıdakı söhbətini də xatırladır. Çox səmimi bir etiraf var burada. Mən həmişə deyim, mən Olca Süleymanov gəlmişdi bura bir dəfə, o Almatı hadisəsindən sonra da gördüm, Olca çox ağır şeyin içərisindədir. Dedim, sən özün rəhbər düşünürsən, deyəsən? Dedi, hə. Dedim, sən nə haqlı rəhbər düşünürsən? Səndən və məndən Fransızdan bu millətlərlə rəhbər olmaz. Daha sonra isə biz onun məsuliyyətə münasibətini görəcəyik. Elçi bəy əslində dərk edir ki, məsuliyyət çox ağır məsələdir. Başçı düşünmək çox ağırdır. Başçılıq məsuliyyətin üstünə götürməməlisin. Beləliklə, 1. Elçi bəy öz səviyyəsinə bələddir. Mən həmişə deyim, biz orta məktəb müəllimi və siyasətdə orta məktəb müəllimi səviyyəsindəyik. 2. Elçi bəy xalqa rəhbər olmaq imkanında deyil, o bunu bilir. Səndən və məndən Fransızdan bu millətlərlə rəhbər olmaz. 3. Məsuliyyətin ağır məsələ olmasını da başa düşür. Başçı düşünmək çox ağırdır. Başçılıq məsuliyyətin üstünə götürməməlisin. Əbülfəz Elçi bəy bu sözləri hakimiyyətə gəlməsindən bir neçə ay əvvəl demişdi. Amma gəldi və qorxduğu məsuliyyət hissini də unudaraq. Prezident olanda da öz ampluasındaydı o. Sizə həm də tamaşaçılar bir şey Я очень хотел бы довести и до вашего сведения, до сведения Mən hələ телезрителей, özümü o əsl prezident kimi hiss etdim. что я не чувствую себя пока как настоящий Prezident президент. olmaq üçün gərək ki bir vərdiş olsun, oturasan, o Для этого должны быть gəlmiş adam. какие-то привычки, какой-то этикет. Я человек, пришедший с площади, человек, который требовал демократии на площадях, на митингах. Я пришел из движения. Bax bu həmin o Elçi bəy idi. Məndən dövlətə və xalqa rəhbər olmaz deyən adam. Öz təbirincə desək, orta məktəb səviyyəli siyasətçi. Yəni həvəskar siyasətçi. Amma gəldi, amma gətirdilər. Əslində Elçi bəy olcasa düzünü demişdi. Səndən və məndən Fransızdan bu millətlərlə rəhbər olmaz. Və o rəhbər oldu. Arzulamadığı halda. Heç bir zaman Allah eləməsin mənim başıma öyle şey gəlsin, mən prezident olum. Nəticədə bu baş verdi. Dövləti qəza.
İlham Əliyevin də hamısının güllənin qabağına verərəm. İlham Əliyev hökuməti. Allah lənət eləsin coruna Elçi bəy. Bax burada deyirəm. Allah lənət eləsin coruna Elçi bəy. Bizi nə günlərə saldın, düşmənə satdın Elçi bəy. Suruna sıfatına bakın, adamı oxşamaza, xalqımın başına nə oyun gəldisə, bax bu yaramaz Elçi bəyin, bu axmaq Elçi bəyin, o coruna lənət olmuş Elçi bəyin hökumətimizi Heydər Əliyevə satmağından dolayı gəldi. Qəsdən boşluq yaratdı, qəsdən oyunlar çıxartdı, hər cürə, hər cür. Bir evin dağılmağını istəyirsən, nə qayıq? Heç kimə dillən arvad uşağa, hər öz kayfını eləsin, görəcəksən. Biri orada bıçaqladı, türməyə düşdü, biri burada qızı kiməsə qoşuldu axmağın birinə, ya davulçuya, ya zurnaçıya qaçdı. Arvad da sənə geyik boynuzu taxdı, get meşədə otlamağa yaz gəldi. Vəssalam. Elçi bəy də Elçi bəyə getdilər. Elçi bəyin də bir tərəfi daşnaklara getdi dirəndə kişi. Prezident təyin eləmişsiniz. Bilmirsiniz atası kimdir? Kimin oğludur bu? Şir idi eləmi? Canavar idi eləmi İlham bəy, Elçi bəy? Canavardan canavar doğular. Nə oldu Elçi bəyin nəslindən bir dənə ortaya düşən, bir haqqı deyən bir kişi çıxmadı. Görmədim mən Elçi bəyin nəslindən kim çıxdı? Oğlu toy elədi. Kemaləddin Heydarovun işçisidir. Mehriban Əliyevadan belə dəstək verdilər. Bir dənə müxalifətçinin atasının əqidə yoldaşını çağırmadı. Qardaşı daim ilə İlham Əliyevlə irəli deməklə məşğuldur. Yəni, sonra da indi də deyirlər Elçi bəyin atası Daşnaküstün partiyasından imiş, atası nə bilim Fransadaymış, Azərbaycan xalqına Heydər Əliyevdən də betər pislik edən birisiymiş Elçi bəyin atası. Bir Məmməd Əminimiz var idi, ölkəmizi yarattı. Həmən vaxtı Gürcüstan, Ermənistan, Azərbaycan devləti yarandı, tək biz yaranmadıq. Onu İngilisə lazım idi. İngilis yarattı ki, bizi Rusiyanın boyunduruğundan çıxartmaq üçün yarattı. İngilislər yarattı. Cəbam. Heydər Əliyevin iktidarı zamanı 2 milyon insan Azərbaycanı tərk etmiş. Bu adamın hakimiyyətdə kalmaya hakkı yoktur. Yoktur bu adam. Ya mesela diyelim ki Ermeniler, vücut diyelim, Ermeniler bize düşmendiler. Ermeniler memleketin içerisinden 1 milyon insanı memleketin içerisinden çıkardıp memleketin içerisinde seçildi. Heydər Əliyev memleketin içerisinden 2 milyon insanı çıkartmış. Ya Heydər Əliyev Ermeni'den artık zərbe vurmuş bu millete. Ne istiyor bu? Ne çıkmış etmiyor? Mesela köşü oldu. Əlbəttə ki, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Naxçıvanda gedib oradan danışır Elçi bəy. 2 milyon insanı, İlham Əliyev də 4-5 milyonu da İlham Əliyev didərgin elədi. 4-5 milyon da İlham Əliyev didərgin elədi. Ölkədə, dəyərli həmvətənlərim, siz baxın, siz ölkədə baxın statistik rəqəmlərə. Ona görə dostlar, dəyərli həmvətənlərim, dəyərli qardaşlar, bana görə. Bu zararı görmüyor musunuz? İnsanlar görmür mü bunu? Bu kimin, bu Elçi bəy kimin boşluğu çıxardır? Heydər Əliyevə hökumət sən təhvil vermədin mi? Ömrü boyu Heydər Əliyevin şəklini ürəyində daşıyan adam idin. Heydər Əliyevin əməlini, xasiyyətini, Şamiyan nəvəsi olduğunu bilmirdin mi? Öğretmenin, öğrencinin hasta ve koca üzerinde Türkçe tekayüte diyor? Emekli olursa çok az bir para veriyorlar. Niye vermiyorsun kardeşim? Para yoktu. Para yok bes onda. Para yok, anladım. 48 milyon doları baştan uğurladılar gitti. Ve para yoktu. 48 milyon doları niye uğurlattınız? Amerika'nın gönderdiği 30 milyon dolardan 15 milyonunu yediler. Bunu göndermiş o kaçkına, fağıra, fukaraya. Bunu hırsızlıkla yemiş. Bunu özleri diyor. Hükümet özü rapor vermiş ki yediler bunu. Kim yemiş? Nazır yemiş, bakan yemiş. Ve niye bir tedbir görmüyorsun? Görmüyor. Deməli, qaçqınlar fərqi yoxdur. Qarabağdan gəldi, Qərbi Azərbaycandan. Bunlara bəli, BMT pul ayırır, Amerika pul ayırır. O pulları da Heydər Əliyev yeyibdir, İlham Əliyev.
Heydər Əliyev ölməmişdən İlham Əliyevə 15 milyard dollar qoyubdu, gəbəribdi. Ben önce diyordum ki bu Dışişleri Bakanı Hasan Hasanov çalışmıyor. Karabağ meselesinde adım adım biz uduzuruyoruz. Bunların için Bu elçibey niyə yoruz moruz danışır? Uduzuruq deyə bilmir. Uduzuyoruz, gidiyoruz, geliyoruz. Nə yoruz hə? Əzəm vətənim az qaldı, səbr eləyin, səbr eləyin. Baxaq, elçibey özü boynunu alır, sən canın elə pişik qozdağı gəlir ki, elçibey. Gör nətər öz satqınlığına, heydərçiliyinə, Heydərin yamyamı tələbəsi olduğuna, KGB işçisi olduğuna, gör nətər oyun qurub, nətər maska geyindirir elçibey. Elçibey gör nətər maska geyindirir. Bu gəlin baxaq. bizim ülkemizde pulsuz tıbbi hizmet yok. Yox, bunu deməyək. Elçi hələ buradadır. Elçibəyə keçək, sonra buna keçər. Buyurun. Yox, buna da sonra keçərik. O hələ elçibəyə qutaraq. Elçi bəy, haradasan? Elçi bəy. Elçi bəy, haradasan? Deyəsən buradadır. Gözlüyüm bir dəqiqə. Ala baxaq. Bir dəfə vermişəm efirə, bir də verim. Ben eşittiğime göre bir vakit siz Bir dəqiqə. Ara gelirsin. Olmaz. Aliyev'in portretini asmışsınız. Ben eşittiğime göre bir vakitler siz Heydər Aliyev'in portretini asmışsınız evden diyesen. Bu doğrudan böyle şey olur. Düzünü deyim, ama düzünü verin. Söhbəti eğer yanlış verəcəksinizsə, o da eyb yoxdur, o da günah sizin boyunuza, özünüz bilirsiniz. O elə söz demək ya, ki, fikirləşmək məsələn, nə tər cavab verim. Həmən vaxt ya sən prezidentsən, ya prezident olacaqsan, bıçağının dalı qabağı kəsir, durub sənin jurnalist, səni montaj eləyib verəsi döyüldü ki, efirə. Yəni, sadəcə o ərəfədə fikirləşir necə demək lazımdır. Heydər Əliyev Moskvaya gedib o mərkəzi siyasi büro özü seçiləndə və Romanovla tutuşanda, Romanovla tutuqlaşanda bu iki adam döyüşür orada. Burada mən əlbəttə Heydər Əliyevin tərəfinə keçdim. Ki, mən bunu müdafiə edeyim. Ay, sən kim idin, ay Elçi bəy? Bu ağzıcırıq, bu yaramaz halinlə. Sən kim idin ki, generallar arasında? Sən axı bir sadə bir adam kimi, bir mühəndis kimi, sən sadəcə bir adam kimi ortaya çıxmışdın. Hələ cavanların rəhbəri kimi, cavanların sevimlisi kimi səni Sabir Üstəmxanlı gətirdi, tribunalara çıxartdı. Ay Elçi bəy, sən Romanovla nə işin var idi? Elçi bəylə nə? Sən it dalaşdıran idin mi? İt barışdıran idin mi? Görürsünüzmü indi Elçi bəy KGB-şnikdir? Görürsünüzmü KGB-şnikin aralarında təhsil alıb KGB-şnikin aralarında yetişmiş adamdır? Görürsünüzmü? Danla baxaq. Danla, gör, prezidentin danışıq qabiliyyəti. Bu onu yiyəcək, o bunu yiyəcək. Yox, mən deyən oldu. Heydər onu yedi, bir aydan da sonra son. Prezident belə mi olar? Başladım Heydər Əliyevi müdafiə eləmək. Və mən hamı deyirdi ki, Romanov Heydər Əliyevi yiyəcək. Mən də dedim ki, yox, Heydər Əliyevi yiyəcək. Mərd seçmişdik, o adamlar da qalır. Mən dedim ki, Heydər Əliyev axırda Romanovu aşıracaq, amma Heydər Əliyevin o olacaq sonuncu nəfəsi. Doğrudan deyil. Bunun sonra bir prezident bir yaraşıqlı olar. İndi İlham Əliyev yaraşıqlı olmasa da petuqdur biraz. Bir bu boyda ölkənin içindən çıxan buydu mən. Bir Meloni kimi prezidentlər var. Zaman zaman olub Clintonlar, zaman zaman olubdur. Nə bilim, Türkiyədə baş nazirlər olub, qadın nədir o? Zaman zaman qadın prezidentlər olur, baş nazirlər olur, qadın dünyanı idarə edənlər var. Səni bir balaca heç olmasa, səni sifətli adam gələndə deyirəm, vızqır da, bu nə sifətlə, bu nədə bu? Bir adam tapmadınız, mən prezident qoymadım. Bu nədə? Nə gündə də bu? Gəl görək nədir? Romanovu çıxartdılar, ondan 2-3 ay sonra Heydər Əliyevdə. Oradan onlar artıq dözə bilməz. Yəni o zaman bunlar döyüşürdülər. Mən dedim, gördünüz mü? Bu da Romanov ki. O vaxtı Heydər Əliyevin benim bir tanışım vardı, həkim idi. Getmişdim onun yanına müalicəyə, bir adam varmışdım müalicəyə. Çünki onun şəkili oradaydı.
Bu şəkili gətirdim, qoydum evimdə, bizim evdə. Mənim otağıma. Güya ki, Heydər Əliyevin şəkili tapılmırdı heç harda. Qəzetlər zad heç harda tapılmırdı Heydər Əliyevin şəkili. Güya ki, təsadüfən bir doktorun otağında görübdü, onu da deyim ma verərsənmi, o da verib buna. Bax ha, təsadüfən tapılmırdı Heydər Əliyevin şəkili. Sonra bir-iki dənə mən bir tanışım vardı, yaxın adam. O şəkil çıxardanıdır. Dedim, o şəkildən 3-4-ünü çıxart, payla. Ben artık müdafiə edirəm. Bak indi deyir 3-4'ünü çıxart, payla. Payla deyir ha. Demir ha, payladım. Hələ bunun bir ya danışığı var. Vagondan bilet çıxardanda, vagondan bilet çıxardanda bu Keçi bəy bilet çıxardanda Heydər Əliyevin şəkili çıxırdı cibindən. Ürəyinin üstündə saxlayırdı. Ürəyinin üstündə saxlayırdı. İndi nə deyir? Deyir, bundan 3-4 dənə çıxart, payla deyir. Dalına da nə deyir? 120 dənə payladım deyir. 120 dənə. Sözlər bax, 2-1 dəqiqə danışır da, ya 2 dəqiqə deyil. Başqa məsələ. Bax, 2 dəqiqə danışır, gör neçə dənə yalan danışır, neçə dənə kəlmələri bir-birini yalan çıxardır, özü-özünü yalan çıxardır. Bax, 2-3 dənə deyir, çıxart dedim, payla. Çıxart dedim, payla. Ha. Məsələn, ay cəbhəçilər, siz Əli Kərimli sevirsiniz elə? Əli Kərimli şəkilini basmısınız mı? Tək Əli Kərimli çərçivədə sən şəkilini basmısın? Mən heç inanıram ki 99,9% cəbhəçinin belə, mənim evimdə belə Məmməd Əminin şəkili yoxdur. Baxmayaraq hamımız sevirik Məmməd Əmini. Amma evimizdə yoxdur şəkil. Daha bu şəkillərdən, portretlərdən, heykəllərdən bezmişik. İndi baxın ha. Nətəri biz bütün xalq olaraq Məmməd Əmini sevirik, 99%'in bütün demək olar ki %100 olmazsa 15 nəfərdən başqa heç kimin evində Məmməd Əminin şəkili yoxdur. Elçi bəyin şəkili yoxdur cəbhəçilərin. Nətər olur ha? Nətər olur ha? Bu Elçi bəy Heydəri sevir, hələ sağlığında şəkilini evinə asır, şəkilini çıxardıb paylayır, ürəyinin üstündə hərrir. Bu nəyin manyaklığıydı? Bu nə sevdaydı? Qara sevdaya mı tutulmuşdular ha bunlar? Çünki gənc xatirələri idi. Çünki Heydər Əliyev İmam Quliyeva ilə bunu göndərdi Misirə. Mehribanın anası İmam Quliyevanı bu yedi. Bunların bir bağı var, bağı. Bunları bağlayan bir tarixi, bir necə deyirəm, xoş xatirələri var. Sonra bir-iki dənə bir tanışım vardı, yaxın adam. O şəkil çıxardanıdır. Dedim, o şəkildən 3-4'ünü çıxart, payla. Ben artıq müdafiə edirəm Heydər Əliyevi. Başqa məsələdir. O şəkilləri paylatdırıb. Parasız, pulsuz. O şəkillər çıxarılır Heydər Əliyevin özü formada. Bir general formasında, bir də mülki formada. Təqribən bir 100 neçə şəkil belə. Müxtəlif adamlara yayıldı. Mənim evdə biri yayıldı. Demir ha, gör nətər ağzını sürək. Deyirsən daha yarımçıq demində deyil, yayıldı. 120 dənə, 3-4 dənə deyirsən, sonra da deyirsən təxminən 120 dənə. Yayıldı. Demirsən yaydım. Niyə demirsən yaydım? Fikir verirsinizmi dəyərlənmədən? Əli Kərimli cəbhəçilər də bunun dalından gedir. Bunun suruna, sıfatına bax. Bunun adam kimi şəkillərini bəziyib göstərirlər heykəllə. Bunun saçları qabağa gedib. Ağzı cırıq, saqqal da gəlir. Saqqal belə gələr də, belə gələr. Bunun saqqalı tərsinə gedir, belə tərsinə. Bütün tükləri tərsinə bitə-bitə. Bütün Azərbaycan işini sarbat elədi, tərs elədi işini. Alırdı. Buna bax, babam. Açıq məsələdir. Bizdəki formada, bir general formasında, bir də mülki formada. Təqribən bir 100 neçə şəkil belə. Müxtəlif adamlara yayıldı. Mənim evdə biri qalırdı. Açıq məsələdir. Vəzirovun vaxtında mən həbs olunanda evimdə axtarış apardılar. Orada da görmüşdülər. Vəzirov məni soruşdu ki, o şəkili niyə vurmuşsan ora? Dedim belə, bax bu rəğbətə görə vurmuşam. Dedi, axı sənin o tutturub və sən nə tədir, sən onun vaxtında həbs olunmuşsan, özdə o tutturub. Sən onu niyə vurmuşsan ora? Dedim, bilirəm, düzdür, o vaxtında tutulmuşam və həmişə dedi, axı sən müstəmsən, dedim, göstəməmişəm. Burada pauza verin. Burada pauza. Axı Heydər Əliyevin dilindən deyib, eşitmişik. Mən bilən kimi Elçi bəy tutulanda onu azad elətdirdim. Yadınızdadır? Sadəcə Elçi bəyi müvəqqəti tutdular. Elçi bəyi. Onu instruktaj eləmək üçün,
Onu tramplin rolunu oynayıb Heydər Əliyev gətirmək üçün instruktaj elədilər. Ona dərs keçdilər qısa müddətdə. Onu bəli, tutturub dərs keçdirən Heydər Əliyev oldu. Heydər Əliyev deyir, mən bilən kimi deyə çıxartdırdım. Yaxşı, sən türməyə saldırıb, sən çıxartdıbsa, bunu da bilirdinsə, xeyr ola sən şəklini hər yerdin onu, evində divara vurmuşdun onu. Xeyr ola, Elçi bəy, özünə deyirsən, mən türkçüyəm, nə bilim nəçiyəm. Niyə demirsən Məmməd Əminin şəkilindən yanaşı vurdum, ən azından Palajeniyadan çıxmaq üçün? Niyə sən bizim Şah İsmailləri, o qeyrətli adamları, türkçüləri, niyə vurmurdun Xəlil Rzaoğlu türkçüləri, nə bilim, ondan da dahilərimiz var, bəxtiyarlar, nə bilim. Sən niyə görə orada heç olmasa Məmməd Əmini vurmamısan evinin şəklini, sən Heydərin şəklini vurmuşsan. Niyə Məmməd Əminin şəklini paylamırdın, Heydərin şəklini paylayırdın? Tuh! Dili də var, danışır, ayıb olsun, ayıb olsun. Sadəcə söz. Sonradan bu şərtə görə Romanovla mübarizə və Ermənistanda bunun şəkillərini, o siyasi büronun üzvlərinin şəkillərini vuranda bunun şəklini vurmurdular. Buna görə mən buna mütəfif etmişəm. Dedi, indi oradadır mı? Dedi, mən oradadır. Dedi, sən çox qəribə adamsan. Bəzov dedi, sən çox qəribə adamsan. Qəribə adam deyil, KGB-nin adamıdır, KGB-nin zabitidir. Qəribə adam deyil, adamdan cicdillaq, adamdan belə, necə, anlaşılır ki, deyil, bu dəlidirmi? Dəli deyil, hep tapşırıq yerinə yetirir. Heydər Əliyev bunun ağzına neynəsə də, başına nə oynaşsa da onu müdafiə eləməlidir. KGB işnikləridir bunlar. Bir şey bilmə batdı özüm edirəm və heç kimə də tabi olmuram. Görsən, deyir, özüm edirəm, heç kimə tabi olmuram. Və şəkillərini çıxardıb, əvvəldə deyirsən, özüm payladım. Sonra deyirsən, 3-4 dənə çıxarıldı. Sonra deyirsən, 120 dənə paylanıldı. İndi deyirsən, özüm eləyirəm, özüm paylatdırıram. Bir cümlə, ağzının danışığını bilmir, suru sıfatı nə gündə. Hər şeyə diqqət eləmək lazımdır, dostlar. Tək bir şeyə yox, hər şeyə diqqət edilməlidir, dostlar.